Bismillahirrahmanirrahim. Məscidə getmək barəsində Həzrət Peyğəmbər sallallahu əleyhidən çox maraqlı bir hədis nəql olunub. Əslində hədisin bizə çatdırmaq istədiyi mesaj budur ki, məsciddə iştirak eləməyin həm dünya, həm axirət faydaları olduğu kimi məscid həm də insanların bir-birlərinin arasında vəhdətin olması, insanların bir-birləri ilə maraqlanması və həmçinin insanların ən mühüm məsələlərdən biri müsəlmanların vəhdətinin olmasıdır. Həmçinin də məsciddə getməyin məqsədlərdən biri də orada namazlarını cəm şəkildə qılmaqdır. Çox maraqlı bir hədisdir. Baxın, nə qədər dəyər verib Həzrət Peyğəmbər sallallahu əleyhi məsciddə iştirak eləməyə. Mən məşə ilə məscidin yətlubu fihil cəmaə. Əgər kim piyada olaraq Allahın evinə gedərsə, məscidə gedərsə və orada cəmaat namazında iştirak eləyərsə, kanallahu bi kulli xutvatin 70,000 sənətin. Hər bir addımına Allah Taala 70.000 savab verir. Və yurfa'u lahu minəd dərəcati mislə zalik və Allah Taala onun məqamını, dərəcəsini, mənzilətini ucaldar. Fə in mata və huve əla zalik və bu halda əgər həmin şəxs dünyadan köçərsə, ömrü tamamlanarsa, vəkkəlallahu bihi 70,000 mələkin, Allah Taala ona 70.000 mələk təyin eləyər, yaradar onun üçün, məxsusən həmin şəxs üçün. Neyniyərlər o mələklər? Yəudunahu fi qəbrihi və yubəşşirunə. O mələklər gəlib ona öz qəbrində görüşünə gələrlər və ona müjdə verərlər. Neynə müjdə verərlər? Və yu'nisunahu fi vəhdəti. Qəbrinin təkliyində insan əgər qəbirdə tək qalarsa, o mələklər, o 70.000 mələk bu xüsusiyyətdə olan insana, yəni məscidə daim gedən, məsciddə daim gedib cəmaat namazında iştirak edən insana qəbrinin təkliyində yoldaş olarlar və yəstəğfirunə ləhu hətta yub'asə. Ta qiyamət gününə qədər, qəbirlərdən qalxılacağı günə qədər həmin o mələklər, 70.000 mələk bu şəxs üçün istiğfar eləyərlər. Bundan daha o tələbəsi yoxdur ki, insan məsciddə iştirak eləməsi və məsciddə cəmaat namazında iştirak eləməsi, məscidi tək qoymaması. Baxın, hər bir insan ki, qəbrə qoyuldu, orada tək qalır. Qəbir insanın tək yaşadığı bir evdir. Allah Taala'nın da yer üzərində, hədislərdə var ki, Allah Taala'nın yer üzərində evləri həmin o məscidlərdir. Bir insan əgər məscidi gedib, məscidi tənha qoymursa, Allah evini boş qoymursa, Allah Taala da insanın tək qaldığı evi, tək yaşadığı evi də onun üçün boş qoymaz. 70.000 mələk yaradır ki, onun görüşünə gələrlər, onunla yoldaş olarlar və ta qiyamətə qədər o insan üçün istiğfar eləyərlər. Baxın, bu hədisin bir çox mesajları var. Ən əsası da budur ki, günümüzdə bir çox insanlar ki, məsciddən soyuyublar, məscidə müəyyən səbəblərdən getmək istəmirlər və o insanlar üçün bir təşviqdir, bir mesajdır ki, gedib Allahın evini boş qoymasınlar ki, Allah Taala da o insanlar ki, dünyadan gedəndə tək yaşayacaqlar, qəbirləri tək evdir, tək yaşayacaqlar evdir. Orada Allah Taala da onları tək qoymaz.